31 oktyabr 2025-ci il. Bugün Bərdə rayonunun Xanağalı kəndindən olan antiterror əməliyyatları zamanı şəhadətə ucalmış şəhid Lətifov Elməddin Qabiloğlunun cənnətdə ikinci mövludu qeyd olundu. Mövludun mübarək olsun şəhidim. Dolarım boynuna Qarabağımda düşmən at oynadır Araz boyunca. Qəlbim qan ağlayır bu gənc yaşımda. Gəl boyuna qurban ay vətən ol. Qəlbim qan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vətən ol.